Uşaqlar, biz yenə 18-ci suala baxacağıq. 18-19-cu suallara. Yenə dim toplu 2025. Şaquli yuxarı aşağı atılmış cisimlərin hərəkət başlıqlı bir bölmədə olan 18-ci və 19-cu suallar nisbətən çətin suallardır. Qəbula düşmə ehtimalı var. 18-dən baxalım. Müəyyən hündürlükdən 20 metr. Düşünün uşaqlar, müəyyən hündürlükdir. Bu yerdir. Müəyyən hündürlük budur. Buradan uşaqlar yuxarı atılmış 20 metr bölü saniyə və sonra yerə düşmüş. Bax, buradan bura gəlməsi, buradan aşağı belə gəlib, buradan bura uşaqlar opşu T'dir, 5 saniyədir. T uçuş. T uçuş. Buradan uşaqlar başlanğıc sürəti 20 metr bölü saniyə ilə qalxıb. 5 saniyədən sonra da bu yerə düşüb. Yer. Yuxarı atılımda 5 saniyədə düşməyən. Bizə deyir ki, uşaqlar, bu H hündürlüyü var ya, yerdən olan hündürlüyü. Bu H. Bunu tap deyir uşaqlar bizə. Biz birinci nə edəcəyik uşaqlar? Bu 20 metrdən nə qədər maksimum hündürlüyə qalxar, ona baxaq. 20 metr bölü saniyə. Biz bildiyimiz uşaqlar 20 metr bölü saniyəmiz nədir? H bərabərdir. H maksimum bərabərdir. V0 kvadratı bölü 2J'dir. Buradan biz nəyə baxırıq uşaqlar? 20-nin kvadratı 400, 400 bölü 20 o da bərabərdir 20 metr. Biz bildik ki, uşaqlar bu 20 metrdən bura maksimum bu 20 metr qalxa bilər, elə deyilmi? 20. Bəs uşaqlar biz bunun T uçuşunu tapalım. Maksimum hündürlüyə 20 metrə nə qədər T uçuşumuz olur onda? T uçuşumuz nə idi uşaqlar? T uçuş nədir? Sorry, T qalxmamız. T qalxmamız nə qədər uşaqlar? V0 bölü J'dir. V0'mız 20'dir, J'miz 10'dur. T qalxmamız nədir uşaqlar? 2 saniyə. Okay, biz nə oldu uşaqlar? Ümumi nə idi? T uçuşumuz 5 idi. Deməli uşaqlar 2 saniyədə bura gəlmiş. T qalxma 2 saniyə. Deməli uşaqlar buradan maksimum aşağı da 3 saniyə düşür. Belə deyilmi? Biz buradan buralarını tapdıq uşaqlar 20 metr. İndi buradan aşağına baxaq. Buradan nə olur uşaqlar? Son sürətimiz 0 olur. Yəni bu hərəkətə görə son sürət 0-dır, amma bu hərəkətə görə nədir? Başlanğıc sürətimiz 0-dır. Onda H-mızın belə bir düsturu var, elə deyilmi? V0T plus JT kvadratı bölü 2. Bizim başlanğıc sürətimiz bu hərəkətə 0 olduğuna görə biz bunu da 0 götürürük. JT kvadratını bölürük, baxırıq. 10, 3-ün kvadratı nə edir uşaqlar? 3-ün kvadratı nə edir? 9 bölü 2. O da nədir uşaqlar? 92 bölündə 45 metr. Biz nə gördük uşaqlar? Buradan aşağı opşu 45 metrdir. Elə deyilmi? Bizə deyir ki, bu hündürlüyü tapın. Onda biz yazarıq. Bu hündürlüyü tapasın. Onda uşaqlar H bərabərdir. 45 çıx 20 o da bərabərdir 25 metr. Uşaqlar bu bizim H-mız oldu 25 metr. Cavabımızı tapmış olduq. 19'a baxalım uşaqlar. 19'da nə deyir bizə? Bu nisbətən biraz çətindir. Uşaqlar 19'da bizə deyir ki, 12 metr hündürlüyü var yenə də. Yerdir bu uşaqlar. 12 metr bir hündürlüyü var. Buradan uşaqlar bir cisim atılmış. Cisim gəlib bura, opşu yerə dəyəndə 3 saniyə vaxt keçib. Elə deyilmi? J'miz də verib 12 metr. Və bizə deyir ki, uşaqlar, şaquli yuxarı atılan cismin buradan atılmış bu cisim V0 neçədir? Elə deyilmi uşaqlar? Biz burada nə görürük uşaqlar? Burada iki hərəkət görürük. Birinci uşaqlar, burada yer dəyişməni tapaq. Görə yer dəyişməmiz nədir? Yer dəyişməni üstünə görə hərəkət edəcək. Uşaqlar, burada bizim Y0'mız, yəni başlanğıc sıfırımız nədir? 12'dir. Bəs Y-imiz nədir? 0 metrdir, 12 metrdir. Onda uşaqlar, ümumi S və yaxud Y tapsaq nə olur? Onda biz bilirik deyə, ümumi S yer dəyişməmiz nədir? Son çıx başlanğıc. Bərabər mənfi 12 metr. Biz bilirik ki, yer dəyişmə mənfi ola bilir, yer mənfi ola bilməz. Bunda bizim belə bir düsturumuz vardı. Yer dəyişmə və yaxud da H, burada problem yoxdur. H yer dəyişmə eynidir. V0T minus JT kvadratı bölü 2. Uşaqlar, baxsaq, burada görürük ki, burada da uşaqlar, burada aşağı gələndə də bizim J'miz, A'mız mənfidir. Ona görə biz bu düsturdan istifadə edəcəyik. Onda yerinə qoyuruq uşaqlar. 12 bərabərdir mənfi 12.
V0 T'miz nədir? 3 çıx 10 vur 9 vur 2. Elə oldu uşaqlar. Buradan yenə yazıram. -12 bərabərdir 3 V0 çıx 45 oldu. 45 oldu uşaqlar. Bu tərəfə çevirirsəm nə olur? 3 V0 bərabərdir 33 V0'miz bərabərdir 11 metr bölü saniye. Uşaqlar biz bu V0'ı tapdıq 11 metr bölü saniye. Bu qədər.